sizi Araz supermarketlərində satışda olan Ulduz Şokolad Fabrikinin konfet çeşidlərinin istehsalı prosesi ilə yaxından tanış edəcəyik. Ulduz Şokolad Fabriki 2001-ci ildən fəaliyyət göstərir və Alman texnologiyaları əsasında hazırlanmış avadanlıqlarla tərkiz edilib, 9 istehsal sahəsinə malikdir, PASK və izlənə bilmə sistemi mövcuddur. Eyni zamanda beynəlxalq sertifikatları olan BRC, FSC, ISO 9001, ISO 22000 sertifikatları və Səudiyyə Ərəbistan tərəfindən verilmiş halal sertifikatına malikdir. İstehsal gücümüz illik 26.000 tondur. Çeşidlərimiz əsasında pomada, fındıqlı, badamlı, yer fındıqlı, nuqalı, karamelli, sərt, südlü, dolğulu, sərt karamel çeşidləri, yeni vafli çeşidlərimiz də mövcuddur. İlkin olaraq xammallar mərkəzi sınaq laboratoriyasına təqdim edilir, fiziki, kimyəvi və mikrobioloji analizləri həyata keçirilir. Xammallar uyğun görüldükdən sonra istehsalat şöbəsinə ötürülür. İstirirdiyimiz məhlulun miqdarına əsasən turşuluq hesablanılır, daha sonra xammalın nəmlik və pH analizi həyata keçirilir. Fiziki kimyəvi analizlərlə yanaşı, hazır məhsullarda və xammallarda mikrobioloji analizlərin, o cümlədən koliform qrupu bakteriyalarının, toplam mezofil aerob bakteriyalarının və kif maya göbələklərinin analizlərini aparırıq. Keyfiyyəti uyğun görülmüş xammallar ilkin olaraq istehsalat sahəsinə verilir. Daha sonra həmin xammallardan Ar-Gevi texnologiya sahəsində hazırlanmış ilkin resepturaya əsasən hazır məhsullar istehsal olunur. Mətbəx hissədə hazırlanmış məhsul daha sonra soyutma tunellərinə daxil olaraq kəsim zonasına girir. Kəsim zonasında məhsullar hissələrə bölünür, daha sonra isə doğranılır. Kəsimdən sonra məhsul minalanma bölməsinə daxil olur, daha sonra minalanma bölməsindən soyutma tunelinə hərəkət edir. Sonda paketlənmiş məhsullar keyfiyyət nəzarət əməkdaşları tərəfindən uyğun görüldüyü halda ambar sahəsinə verilir. Hazır məhsullar satış üçün Araz supermarketlərinə göndərilir.